Demək, A məntəqəsində atmosfer təzyiqi 680 millimetr civə sütunudur. Dəniz səviyyəsində isə havanın temperaturunun 20 dərəcə Selsi olduğunu nəzərə alaq. Demək, biz burada dəniz səviyyəsində temperaturun 20 dərəcə Selsi olduğunu qeyd edək. Və bu zaman B məntəqəsindəki havanın temperaturunu müəyyən edin. İlkin növbədə biz burada A-nın verildiyi təzyiqə əsasən biz kəsmə yüksəkliyi təyin etməyə çalışacağıq. Bildiyiniz ki, dəniz səviyyəsindən normal atmosfer təzyiqimiz 760-dır və biz 760-dan bu verilən təzyiqi çıxmaqla A ilə dəniz səviyyəsi arasında olan təzyiq fərqini tapacağıq. Beləcə, burada 80 millimetr civə sütunun təzyiq fərqi olduğunu təyin edirik və onu da bilirik ki, hər 10 metr məsafə qalxdıqca təzyiqimiz 1 millimetr civə sütunu azalır. Demək, dənizlə A məntəqə arasında 80 millimetr civə sütununu biz hündürlüyə çevirməli olsaq, onu ona vururuq və alırıq ki, 800 metr məsafə var. Və dənizdən biz demək, A-ya doğru saysaq 1, 2, 3 və bizim 4 kəsmə aralığımız var. Belə ki, biz 800 metri 4 yerə bölməklə təyin edə bilərik bizim kəsmə hündürlüyümüzü. Beləcə 800-ü biz bölürük burada demək, demək 800-ü bölək burada biz 4-ə, bizə dəqiqə. Burada 4-ə bölürük və alırıq ki, bizim kəsmə yüksəkliyimiz 200 metrdir. Beləcə, dənizdən B-yə qədər saysaq isə biz burada 1, 2 və 3 kəsmənin olduğunu müəyyənləşdirəcəyik və 3 kəsmənin uzunluğu hündürlüyü isə bizə bərabər olacaq demək 600 metrə. Demək ki, biz buradan B məntəqəsinə çatdıqca hündürlüyü 600 metrə bərabər olacaq. Bildiyimiz kimi, hər 100 metr hündürə qalxanda temperaturumuz 0,6 dərəcə demək, Selsi azalır və biz bunu nəzərə alaraq demək, qalxacağımız hündürlük isə 600 metr olacaq. Demək, biz 600 metr hündürə qalxdıqda isə bu zaman bizim temperatur fərqimiz 3,6 dərəcə Selsiyə qədər enir. Deyək ki, və bizim də bildiyimiz kimi dəniz səviyyəsində temperaturumuz 20 olduğunu nəzərə alsaq, biz bundan 3,6 dərəcənin çıxmaqla B məntəqəsində havanın temperaturunun 16,4 dərəcə Selsi olduğunu təyin etmiş olacaq. Belə ki, doğru bəndimiz 16,4 dərəcə Selsi.